Bildiyiniz kimi, tibbi ərazi bölmələrini idarə etmə birliyində aparılan maliyyə yoxlamaları zamanı külli miqdarda vəsaitin mənimsənilməsi və eləcə də ciddi maliyyə pozuntularının aşkar edilməsi səbəbindən qurumun rəhbəri Vüqar Qurbanov vəzifəsindən azad edildi. Səndəmə dövlət tərəfindən vətəndaşlarının sağlamlığının qorunması üçün ayırdığı milyonlarla manatları sığorta ilə vətəndaşlara pulsuz xidmət göstərilir adı altında mənimsəyirmiş. Ən təəccüb doğuran fakt isə budur ki, hələ də milyonlarla vəsaitləri mənimsəyən xəstəxananı bazara çevirib xəstələrə sırf rüşvət qarşılığında tibbi xidmətlərin göstərilməsini həyata keçirdən və həmçinin də dava dərmanları xəstələrin özlərinə aldıran xəstəxana rəhbərləri öz ampulalarında və öz qara işlərində davam etməkdədirlər. Məsələn, Abşeron rayon mərkəzi xəstəxanasının direktoru Səkinə Sadıqova külli miqdarda pul vəsaitlərini mənimsəməsinə və barəsində kifayət qədər vətəndaş şikayətlərinin olmasına baxmayaraq hələ də tədbiri görülməyib. Sonra Sabirabad rayon mərkəzi xəstəxanasının direktoru Həsən Hüseynov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2025-ci il aprel ayında apardığı yoxlamalar zamanı 1.572.000 manata yaxın mənimsəmə və israf etməsi faktı aşkarlanmasına, həmçinin də iddialara görə keçmişi heç də yaxşı olmayan Elnur Əzizov adlı birindən küllü miqdarda rüşvət alıb xəstəxanaya baş həkim təyin etdiyi gündən xəstəxanada başlanan özbaşınalıq və qanunsuzluqlar nəticəsində, yəni tibb personalı xəstələrə sığorta ilə yox, rüşvət qarşılığında xidmət göstərdikləri üçün xəstələrin etdiyi çoxsaylı şikayətlərə və kütləvi narazılıqlarına baxmayaraq hələ də tədbirləri görülməyib. Növbəti xəstəxana Şirvan şəhər mərkəzi xəstəxanası. Sanki xəstəxana yox, qanunsuz fəaliyyət göstərən rekord bazarıdır. Xəstələr sığortalı olmalarına baxmayaraq, tibbi xidmətlərin göstərilməsi qarşılığında xəstələrə istədikləri qiyməti oxuyurlar. Və ən dəhşətlisi də odur ki, vay o günə ki, o xəstəyə tələb olunan rüşvətə etiraz etsin, ya da ki, imkansız olduğu üçün ödəyə bilməsin. Anında təhlükəyə atılır həmən xəstənin həyatı. Özü də etikadan uzaq və aqressiv şəkildə. Ən əlxüsusda Sevda Həsənovanın rəhbərliyi altında xəstəxana tabeliyində fəaliyyət göstərən doğum şöbəsində. Hamilə qadınlar uşağını dünyaya gətirmək üçün ustola çatana qədər müayinə və analizlər üçün 100, bəzi hallarda isə 150 manata qədər rüşvət verməyə məcbur edilirlər. Eyni zamanda da əməliyyat zamanı istifadə olunası tibbi sərfiyyatları və dava dərmanlarında reseptini yazaraq xəstə sahiblərinə aldırırlar. Uşaq dünyaya gələndən sonra isə daha dəhşətli hadisələr baş verir. Sanki yırtıcılar meşədə anasız qalan bir quzunun üstünə hücum edir. Doğum evində xadimədəm tutmuş tibb bacılarına kimi nə qədər işçi varsa, hamısı cumur yazıq xəstə sahibinin üstünə. İndi başa düşürük, ata-babadan qalma muştuluq deyilən bir şey var. İndi bu o demək deyil ki, hər yoldan keçən gəlib pul istəməlidir. Muştuluq o uşağı dünyaya gətirən həkimə, bir də uzaq başı onun yanındakı köməkçisinə verilə bilər. O da maksimum həkimə 50 manat, köməkçisinə də 20 manat. Amma bu xına o xınadan deyil axı. Xəstə əməliyyatdan sonra palataya köçürülən zaman isə daha bir kino başlayır. Yatacaq yeri hazırlayan deyir 5 manat ver, müalicəsini aparan tibb bacısı deyir 10 manat ver, daban testi götürən deyir 10 manat ver, yemək gətirən deyir 5 manat ver, sənəd yazan deyir 20 manat ver və s. Doğuşu həyata keçirdən həkim isə təbii doğuş üçün 400 manat, qeysəriyyə doğuş üçün isə 800 manat alır. Qısa desəm ümumilikdə uşağı dünyaya normal gətirən ananın yaxınları 800 manatından, qeysəriyyə yolu ilə dünyaya gətirənin yaxınları isə 1200 manatından keçməlidir. Əks halda ya pulu seç, ya da canıvı. Bütün bu qanunsuzluqlara və cinayətlərə baxmayaraq hələ də tədbirləri görülməyib. Hal-hazırda bu və buna bənzər cinayət tərkibli qanunsuzluqlar ekranda gördüyünüz digər tibb müəssisələrində də cəryan etməkdədir. Əlacısızlıqdan və zərurətdən qeyd olunan tibb müəssisələrinə müraciət edən çoxsaylı vətəndaşlar qeyd edirlər ki, bu xəstəxanalarda da tibbi xidməti sığorta ilə almaq istəyən xəstələrə səhlənkarlıq etməklə yanaşı çox qaba və hətta aqressiv davranırlar. Bununla da bizə psixoloji təsir və təzyiq göstərməyi bacarırlar və nəticədə ürəyimizdə yaranan qorxu səbəbindən həyat və sağlığımızın təhlükə altına düşməsindən ehtiyat edərək istədikləri rüşvəti vermək məcburiyyətində qalırıq. Bu hallar artıq tibbi etika və deontologiya prinsiplərinin ən ağır şəkildə pozulması və aşıb keçməsidir. Bu da artıq açıq-aşkar qanunsuz qazanc əldə etmək məqsədi ilə cinayətin işlənilməsidir. Ümid eləyirik ki, yeni təyin olunmuş təbib rəhbəri Anar İsrafilov, tibb müəssisələrində cəryan edən bu ciddi qanun pozuntuları və cinayət əməlləri ilə bağlı ciddi tədbirlər görəcək və qanuna müvafiq prosedurları həyata keçirdəcək.